Salam dostlar, bugün sizi yaxta gəzintisinə aparacağım və bildiyim bütün məlumatları sizlə bölüşəcəyəm. Burası Ibris Marinadır. Burada müxtəlif sərnişin saylı yaxtalar mövcuddur və hər yaxtanın özünə məxsus adı var idi. Bizim götürdüyümüz yaxta Laura idi və 8 nəfərlik idi. Burada siz yemək, çay, şirniyyat, tort, bovullar, hətta alkoqollu içkilər də sifariş edə bilərsiniz. Lakin yaxtaya gəlməmişdən 5-6 saat əvvəl catering şirkəti ilə əlaqə saxlamalısınız. Onlar sifarişlərinizi hazırlayır. Hər yaxta xüsusi bir yerdə saxlayır və orada düşüb çimə bilirsiniz. Sadəcə həmin gün çox dalğalı olduğuna görə və oradakı hündürlük 9, 10, 12 metr olduğuna görə düşməyə məsləhət bilinmədi və biz düşə bilmədik. Amma günəşin batışını izləyib geri döndük. İndi sizinlə kargo açacağıq. Bu kargo mənə hədiyyədir. İçində nə olduğunu bilirəm. İçində mənim ən sevdiyim marka var. Və düşünürəm ki, bu marka Bakıda çox da məşhur deyil. Ya da məşhurdur, mənim xəbərim yoxdur. Çox ehtiyacım olan bir şeydir əslində. Kate Spade. Çox bəyənirəm bu markanı. İçi çox genişdir. İçində gizli cibi var. Bir zamoklu, bir də adi cibi. Buradan belə bağlanır. Uzun ipi yoxdur. Burada berlok salmaq üçündür. Kəməri istəsək qısalda, uzunluğu buradan həm uzun, həm qısa eləyə bilərik. Çox uzun olmur əlbəttə ki. Çox gözəldir məncə. Payız, qış üçün idealdır. Mən çanta tez-tez dəyişən biri deyiləm. Tez-tez, ümumiyyətlə çox gec-gec dəyişirəm. Yəni bu böyük ehtimal mənim əynimdə cırılacaq. Yəni minimum 5 il taxaram bunu. Çox gözəldir materialı. Həm sadədir, həm də içi geniş olmağı mənim üçün idealdır. Bir ayaqqabı almışam. Bu ayaqqabını mən düz 1 il əvvəl Miyumda görmüşdüm. Çox bəyənmişdim. Sadəcə bu Parisin markası olduğuna görə dedim ki, həmin ərəfə də Parisə gedəcəyimi bildiyim üçün almadım ki, Parisdən alaram. Parisdə bunun 2 mağazasına girdim. Sadəcə istədiyim rəng olmadı. Əslində indi də aldığım rəng istədiyim rəng deyil idi, amma artıq gec idi. Oradan almadım, gəldim bura. Düz 1 ildən sonra bu ayaqqabını aldım. Çox gözəldir. Əslində Chanel'in ayaqqabısına oxşuyur. Mən nəyinsə oxşarını almağı heç sevmirəm. Amma bu ayaqqabını çox bəyənirəm. Həm dabanı balacadır, həm rahatdır, iş üçün idealdır. İncə. Daha sonra Calvin Klein'dən uzun müddətli belə bir nazik kəmər axtarırdım. Məndəkilər çox qalındır. Belə bir kəmər aldım. Daha sonra Bakıda Beymen Club açılıb. Bu çox sevindirici haldır. Mən ilk dəfə Beymen Club'a Bodrumda girmişdim və çox bəyənmişdim oranın məhsullarını. Burada açıldığına çox sevindim. Belə bir tişört almışam. Tişört polo əslində. Çox gözəldir. Kətandır. Yəqin ki, sentyabrda geyinərəm. Biraz çünki qalın gəlir mənə materialı. Və klasik belə bir sərin şal var. İşte bu qədər.